Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Bu gün sizə 10 iyun 2026-cı il tarixi üçün hava proqnozunu təqdim edirik. Ölkə ərazisində hava şəraitinin dəyişkən keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi bölgələrdə hava əsasən mülayim və rahat olacaq. Gün ərzində isə bolluğun tədricən artacağı ehtimal edilir. Xüsusilə dağlıq və dağ ətəyi ərazilərdə qısa müddətli yağışların müşahidə olunması mümkündür. Paytaxt Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti gözlənilir. Günəşli fasilələrlə yanaşı, bəzi ərazilərdə buludların sıxlaşması ehtimalı da var. Küləyin əsasən mülayim istiqamətdə əsəcəyi, gün ərzində isə ara-sıra bir qədər güclənə biləcəyi proqnozlaşdırılır. Havanın ümumi fonu isə əksər insanlar üçün əlverişli olacaq. Azərbaycanın şimal rayonlarında səhər və axşam saatlarında buludlu hava üstünlük təşkil edə bilər. Bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı mövcuddur. Dağlıq bölgələrdə yaşayan və ya səfər etməyi planlaşdıran şəxslərə hava şəraitində ani dəyişiklikləri nəzərə almaq tövsiyə olunur. Qərb rayonlarında gün ərzində hava əsasən sabit keçsə də, günün ikinci yarısında bəzi ərazilərdə buludluğun artması mümkündür. Yerli xarakterli yağıntılar istisna edilmir. Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hava məlumatlarını izləməsi faydalı ola bilər. Cənub bölgələrində hava nisbətən isti və rütubətli olacaq. Günəşli hava üstünlük təşkil etsə də, bəzi ərazilərdə qısa müddətli buludlanma müşahidə oluna bilər. Dəniz sahili ərazilərdə küləyin təsiri hiss oluna bilər. Mərkəzi rayonlarda hava şəraitinin ümumilikdə sabit keçəcəyi gözlənilir. Səhər saatlarında açıq hava şəraiti müşahidə olunacaq. Gün ərzində isə dəyişkən buludluluq mümkündür. Yağıntı ehtimalı yüksək hesab edilmir. Sürücülərə səhər saatlarında görünüş məsafəsinin bəzi ərazilərdə azalması ehtimalını nəzərə almaq tövsiyə olunur. Xüsusilə dağlıq yollarla hərəkət edənlər ehtiyatlı olmalıdırlar. Hava şəraitində baş verə biləcək dəyişikliklər yol hərəkətinə təsir göstərə bilər. Balıqçılıq, kənd təsərrüfatı və açıq havada fəaliyyət göstərən vətəndaşların gün ərzində yenilənən hava məlumatlarını izləmələri məsləhət görülür. Hava şəraiti bölgələr üzrə fərqli ola bilər və lokal dəyişikliklər müşahidə edilə bilər. Ümumilikdə isə 10 iyun tarixində ölkə üzrə hava şəraitinin əsasən sabit, bəzi ərazilərdə isə qısa müddətli dəyişkən keçəcəyi gözlənilir. Gün ərzində həm günəşli, həm də buludlu hava şəraitinin müşahidə olunacağı ehtimal edilir. Ən son hava xəbərləri və gündəlik proqnozlar üçün kanalımızı izləməyi unutmayın. Videonu bəyənsəniz, paylaşaraq daha çox insanın məlumat almasına dəstək ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik. Hər birinizə xoş və təhlükəsiz gün arzulayırıq.